Sabahınız xeyir. Bəli, Şərqlə Qərbin görüş nöqtəsindəyik. Söhbət Macarıstan paytaxtı Budapeştdən və burada keçiriləcək Türk Dövlətləri Təşkilatının növbəti zirvə görüşündən gedir. Məhz bu adı altında keçirilir bu dəfəki zirvə görüşü və Macarıstan paytaxtının həm coğrafi yerləşməsi, həm Türk dünyasının bugün Şərq və Qərb arasında oynadığı rola vurğu edir zirvə görüşünün bu cür adlandırılması. Macarıstan bizi dünən olduqca isti qarşıladı. Söhbət həm diplomatik, siyasi münasibətdən, həm temperaturdan gedir. Təxminən 20 dərəcə temperatur var və bu əslində bu zirvə görüşü iki baxımdan unikal hadisədir. Macarıstan üçün unikal hadisədir ona görə ki, Türk-Hun köklərinə qayıdır və ilk dəfə olaraq bu zirvə görüşünə Türk dövlətlərinin liderlərini bir araya gətirir və bu zirvə görüşünə ev sahibliyi eləyir. İkinci bir tərəfdən isə şübhəsiz təşkilatın özü üçün də unikal hadisə adlandırıla bilər. Çünki ilk dəfə olaraq onun zirvə görüşü müşahidəçi üzv olan ölkədə keçirilir. 2008-ci ildən etibarən Macarıstan təşkilatı müşahidəçi üzvüdür, ancaq fəal üzvüdür. Eyni zamanda bu coğrafiyanın Avropa İttifaqı ilə əlaqələrinə xüsusi töhfə verir. Məlum olduğu kimi Macarıstan Avropa İttifaqının üzvüdür və qeyd etməliyik ki, Avropa İttifaqı ölkələri arasında ən cəsarətli siyasət həyata keçirən ölkələrdən biridir, müstəqil ölkələrdən biridir. Azərbaycan Prezidenti İlham Əliyev də dünən Macarıstan baş naziri ilə birgə mətbuata açıqlamada bu məqamı xüsusilə qeyd etdi və Avropa İttifaqı ilə bağlı daha bir məqam ondan ibarət idi ki, Macarıstan baş naziri Avropa İttifaqının siyasəti ilə bağlı cəsarətli açıqlamaları növbəti dəfə səsləndirdi. Zirvə görüşünə gəldikdə isə, Türk Dövlətləri Təşkilatının zirvə görüşünə gəldikdə isə, dediyimiz kimi 2009-cu ildən Azərbaycanın qədim şəhəri Naxçıvandan başlanan bu yol bugün Dunay çayının sahillərinə qədər gəlib çıxıb və növbəti zirvə görüşündə qeyri-rəsmi formatı olsa da liderlər regional əməkdaşlıq məsələsini, təşkilat daxilində inteqrasiya məsələlərini və təbii ki, qlobal gündəlik, hətta gündəlik rejimdə dəyişir deyə bilərək, hər gün hadisələr baş verir, sürətlə bir-birini əvəz edir bu hadisələr və bu fonda əlbəttə dost ölkələrin, tərəfdaş ölkələrin bir araya gəlməsi, bir masa ətrafında yığışması olduqca labüddür və Budapeşt samiti məhz buna imkan yaradır. Belə, burada gün yeni başlayır, zirvə görüşü bir neçə saat sonra başlayacaq və yəqin ki, təfərrüatları növbəti buraxılışlarımızda bölüşmə imkanımız olacaq.